Hər vaxtınız xeyir, Sport Info TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli, əziz dostlar, milli komandamız yenə uduzdu, yəni qeyri-adi heç nə baş vermədi. Bir çoxları təəssüflənmədi, çünki olan budur. Məğlub olacağımızı təxmin edən maçdan öncə kifayət qədər azarkeş futbol ictimaiyyətinin nümayəndəsi var idi. Elə biz özümüz də məğlub olacağımızı təxmin etmişdik. Təəssüflər olsun ki, növbəti dəfə bu proqnozumuzda yanılmadıq. Milli komandamız yoldaşlıq görüşü çərçivəsində Sumqayıtda Haiti yığmasına 0-3 hesabı ilə uduzdu. Həqiqətən çox biabırçı bir nəticədir. Futbol adına meydanda demək olar ki, heç bir şey etmədik. Toplu topsuz oyunlarda Haiti bizdən daha yaxşı təsir bağışladı. Yəni, top milli komandamıza gəldikdə nə etdiklərini heç birimiz anlaya bilmədik. Hücum fazasında zamanında çoxala bilməmək, müdafiədən top oyuna daxil etmədə, xüsusilə ikinci fazada itirilən toplar, ötürmələrdə geridə qalmaq, sürətli düşünmədə geridə qalmaq və nəticə itibarilə Haitinin vurduğu qollar. Bu nəticədən sonra yenə də, yəni mən aylar öncəsi səsləndirdiyim fikirlərin üzərinə qayıdıram. Biz əgər milli komandamızın inkişafını arzuluyuruqsa, bu milli komandanı sil başdan dəyişməliyik. Sil başdan, məşhur mahnıda deyildiyi kimi. Yəni, bu oyuncu qrupundan bir neçəsini çıxmaqla, adam üstə Allah var, düzün demək lazımdır. Amma qalan hər biri, yəni bunları milli komanda üzünə qapılarını bağlamaq lazımdır. İlk növbədə Fernando Santuşu. Yəni bunu da deyim. Təbii ki, bir çoxlarınız deyəcəksiniz, Fernando Santuş nə etməlidir? Əlində olan xammal budur. Qardaşım, əlində olan xammal budursa, sən yalancı vədlərlə azarkeşləri, insanları aldatmamalısan. Hədəf Avropa çempionatını 2028-ci ilin final mərhələsini hədəf göstərməməlisən. İnsanları aldatmamalısan, insanların, belə deyək, insanlarla lağ etməməlisən. Yəni, bu azarkeşlərini də lağ eləməkdir. Bu, Azərbaycan futbolundan lağ etmək deməkdir. Yəni, mən ona görə Fernando Santuş'a qarşıyam. Yəni, adam nəyinə lazımdır? Portuqaliyadan gəlib milyonlarla avro pul qazanacaq, çıxıb gedəcək, pulunu xımır-xımır xərcləyəcək. Azərbaycan futbolunun inkişafı ona lazımdırmı? Əgər lazımdırsa, o adam çıxıb tam dəqiqliklə düzgün təhlil verməlidir. Deməlidir, Azərbaycan futbolunun inkişafı üçün müəyyən strategiya lazımdır. Hansı ki, AFFA rəhbərliyi tərəfindən qəbul olundu, okey, əla. Yəni, bu strategiya rəhbərlik eləyəcək şəxslərin əsl vətənpərvər olmağı çox önəmlidir. Vətənini sevməlidir, Azərbaycanı sevməlidir, bayrağa hörmətlə yanaşmalıdır. Yoxsa bugünkü oyuncu qrupu, evlərə şənlik, qardaş bu nədir, bu nə futboldur? Urvatsızlar, bizi Avropada biabır eləyənlər, millimizin adına xələl gətirənlər. Qardaş, biz nədən danışaq da? Biz əsəbdən dayana bilmirəm mən. Haitiyə pul veririk, alıncaq təyyarə göndəririk ki, xahiş edirik, gəlin. Belarusda da göndərmiş, yollardan da gəlib bizim Bakıdadılar, aydın məsələdə, onlar da bizim payımızı verəcəklər. Yəni, biz cəmaata komanda tapmırıq millimizi oynatmağa, təyyarə göndəririk ki, sən Allah gəl bizlə oyna. Ayıb olsun ya, bu nədir qardaşlar, bu nədir? Azərbaycan millisini, bu bayrağı, bu formaya bu qədər hörmətsiz yanaşmaq, yoldaşlıq görüşü olsa belə. Yəni, siz kimsiniz? Millimizdə forma giyən bəzi oyuncu qrupuna səslənirəm. Siz kimsiniz qardaş? Sizin haqqınız yoxdur o milli formanı tərlətməyə. Siz Azərbaycan futbolunun, Azərbaycan milli komandasının bu qədər aşağılamağa haqqınız yoxdur. Urvatsızsınız, ləyaqətsizsiniz, hətta bu qədər də deyərəm. Tam dərinə gedərək bu qədər deyirəm. İnsanda bir mübarizlik olar, bir məğlubiyyətə qarşı bir refleks olar. Bu sizdə yoxdur.
Ya qardaş, nə istəyirsiniz? Baş məşqçini istəmirsiniz, yollayın getsin. Futbolçunu aydın məsələdir. Yəni baş məşqçiyə deyin, rəhbərliyə deyin, istəmirik bu baş məşqçidən. Bizə gələcəyə bir xeyir yoxdur. Santuş zaten Azərbaycan ictimaiyyətini, azarkeşlərini aldatmaqla məşğuldur. AFFA rəhbərliyi ilə bir yerdə açıq danışaq. Bunu açıq demək lazımdır. Heç nədən çəkinməmək lazımdır. Yəni niyə aldadırsınız? Niyə insanları aldadıb 2028-ci il Avropa Çempionat final mərhələsini hədəf olaraq görürsünüz? Bizim əsas problemlərimiz aşağı yaş qruplarındadır. Aşağı yaş qruplarından yenidən milli komandalar qurulmalıdır. Növbəti təyinatlarda Ayxan Abbasovdan kənar bütün təyinatları mən qarşı çıxıram. O təyinatların hər birində müəyyən şəxsi mənafələr ön planda dayanır. Yəni bundan əvvəl o aşağı yaş qruplarında nə iş görüblər ki, yenidən o bir çoxlarının müqavilələri artırılıb. Yəni nə səbəbə, nə uğura görə, nə fəaliyyətə görə onların müqavilələri uzadılıb. Ayıb olsun sizə. Azərbaycan futbolunu əgər inkişafını istəmirsinizsə, qapı açıqdır. Gedə bilərsiniz. Bəsdirin bu azarkeşlərin, futbol ictimaiyyətinin aşağıladınız. Bəsdirin bu jurnalistlərə qarşı hər dəfə tənqidi fikirlərdən sonra üz çevirdiniz, onlarla küstünüz, onları müəyyən məsələlərdə qapılarını onların üzünə bağlı saxlamağa çalışdınız. Ayıb olsun sizə, ayıb olsun. Utanmasan oynamağa nə var ki? Heç bir şey. Ağlınızı başınıza alın. Bura Azərbaycan millisidir. Burada bayraq, himn ən öndə gəlir. Ən ön planda yer alır. Klubdan da üstündür Azərbaycan millisi. Bəsdirin illərdir Azərbaycan millisini urvatsız vəziyyətə salıb gülünc obyektinə çevrildiniz. Bəsdirin. Ayıb olsun sizə. Ayıb olsun.